Xədicə seçilmiş xanımdır. Xədicə salamullahi aleyhaya mələk nazil olanda Peyğəmbərə deyirdi, ya Rasulallah, Allah Xədicəyə salam göndərir. Allahın salamını Xədicəyə çatdır. Belə bir məqam sahibi idi. Nəyi var idi xərclədi? Nəyi var idi xərclədi? Uf demədən, Şəb-i Əbi Talibdə az yaşayırdı. Peyğəmbərin yanındaydı. Bayaq Seyid dedi, mən onu elə təfsir eləyim onun rozəsini. Onun fəziləti birisi nədəydi? Adam hər şeyini Allah yolunda verə Peyğəmbərə, nə qədər təvazökar ola ki, indi ondan bir dənə köynək istəyir, ona da üzü gəlmir. Özünü iddialı saymır axı. Köynək nə üçün istəyirdi, qəbirdə mənlə köynəyi qoysunlar, böyülüyü bundadır, xanımın. Böyülüyü bundadır. Deyim, mən kiməm Peyğəmbərə deyəm köynəyi mənə ver, məndə nə ləyaqət var?